Bu mənzili bir çoxlarınız internet səhifələrində görmüsünüz. Qiymət 159 min, 160 min, 165 min. Bu günləri biz bu mənzili tam fərqli bir qiymətlə, yəni dəyərindən aşağı qiymətlə paylaşmağa gəlmişik. Diqqətlə izləyin dostlar, mənzilin yerləşmə yeri həqiqətən çox gözəldir. Bakıxanov qəsəbəsində Arjun Ticarət Mərkəzinin yanı kadrlarda göstəriləcək Daş Leningrad layihəli mənzildir. Mərkəz yolun üstü, Neftçilər metro stansiyasına gedən yolun üstündə 5 mərtəbəli Daş Leningrad layihəli binanın 4-cü mərtəbəsi. Mənzil 3 otağa çox gözəl düzəlib, qiymət də çox münasib dostlar. Bura mənzilin zalıdır. Bütün otaqlarla sizi tanış edəcəm. Təmiri də sərgəli vəziyyətdədir. Yəni alıb köçüb yaşaya bilərsiniz. Hal-hazırda mənzil 500 manata kirayədədir. Dostlar, mənzilin ümumi kvadratı 60 kvadrata yaxındır. Dediyim kimi sənədlər qaydasındadır. Bura mənzilin zalıdır. Qarşısında eyvana çıxışı var. Uzun bir dənə eyvanımız var. Haradasa 9 metrəlik eyvan hissəmiz var. Yəni operatorımız göstərsin. Qarşısı açıqdır. Mərkəzi yola, Teras Parka tərəf baxışı var. 250 km məktəbə baxışı var. Döşəməsi parketdir dostlar. Dediyim kimi səliqəli vəziyyətdədir. Kim istəsə alıb yüngül kosmetik işlər də görə bilər. Daxili hündürlüyü də dostlar. Onu da qeyd edim ki 2 metrə 85 santimdir. İndi mənzilin xol hissəsini sizin üçün göstərəcəm. Belə 6 metrəlik uzunluğunda xol hissəmiz var. Xolun başında zaldır. Burada yataq otağımız. Ben təqdim edəyək. Pəncərələr hamısı plastikdir, dəyişib. Yataq otağının ölçüləri haradasa 15-16 kvadrat metr ölçülərə sahibdir. Yataq otağının daxilindən də biraz əvvəl göstərdiyimiz eyvana çıxışımız var. Radiatorlar gördüyünüz kimi koridor hissəsində də quraşdırılıb. Burada sanuzel, sanitar qovşaq. Leningrad layihəli mənzildə ayrı-ayrılıqdadır. Belə bir səliqəli vəziyyətdədir. Burada mənzilimizin 3-ə düzəlmə olan uşaq otağı dostlar. Dediyim kimi 3 otağa çox qəşəng düzəlir. Eyvanın bir hissəsini ev sahibi mətbəxdə çevirir. Və buradan da biraz əvvəl göstərdiyimiz eyvan hissəsinə çıxışı var. Evimizin stilik sistemi dostlar, onu da qeyd edim ki kombi sistemidir. Yəni ev kombi sistemi ilə qızdırılır. Qarşısı açıq eyvan hissəsi, Arjun molun yanıdır, Neftçilərə gedən yol. Yəni Bakıxanov qəsəbəsində yaşayan izləyicilərimiz bilir ki, bura Bakıxanov qəsəbəsinin mərkəzidir. Qiymət dostlar elə bir qiymətə düşüb ki, həqiqətən çox əla qiymətdir, çox münasib qiymətdir. Dostlar, bu mənzilin qiyməti videonun əvvəlində demişdim, başqa səhifələrdə başqa qiymətlərlə paylaşılır. Amma mən bu günləri bu mənzili elə bir qiymətlə təklif edəcəm ki, sizə həqiqətən qiymət şok qiymətdir. 165 min manatdan 152 min manata düşüb. Real alıcı olarsa yenə də ev sahibi ilə razılaşma olar. Yəni çox cüzi də olsa orada indirim olunacaq. Dostlar, nömrə səhifədə var. Tələsin. Bakıxanovda bu cür yerdə, bu cür mənzil həqiqətən tapmaq çox çətindir. Zənginizi gözləyirəm.